Kanala abunə olub videonu bəyənməyi unutmayın. Bu sual 9-cu siniflərə OTK sınaq imtahanında salınıb. 16 üstü 8 ədədinin 0,125 hissəsi A ədədinə bərabərdir. Gəlin əvvəlcə A ədədini tapaq. Biz A ədədini tapmaq üçün 16 üstü 8-i belə yazaq. 16 2 üstü 4-dür. Yəni 2-ni 4 dəfə öz-özünə vursaq 16 edər. Üstü 8 vur. Mində 125. Mində 125. Gəlin bunu hesablayaq. Bu eləyir 2 üstündə. 4-ü 8-ə vurarıq 32. Burada da ixtisarlara apararıq. Burada 1 qalar, burada 8. Vur 8-də 1. 8 də belə yazaq. 2 üstü 3-dür. Böl 2 üstü 3. Böləndə də üstlər çıxılar. 2 üstü 29 qalar. A ədədi 2 üstü 29 imiş. A böl 32 üstü 6-nı bizdən istəyirlər. A böl 32 üstü 6. Yenə 32-ni biz necə yazarıq? 2 üstü 5, bunun da üstü 6. Burada da 2 üstü 29 yazarıq A-nın yerinə. Qalar burada 2 üstü 29. Burada da 5-i 6-ya vursaq 2 üstü 30 edər. Üstlər çıxılar. Bilirik ki, böləndə üstlər çıxılır. 29-dan 30 çıxırıq. 2 üstü mənfi 1. 2 üstü mənfi 1 də 1 böl 2 üstü 1 deməkdir. Yəni düzgün cavab 0,5 olar.